Hər vaxtınız xeyir. Kompüterin düyməsini basanda baş verən o möcüzə var ha. Heç fikirləşmisiniz o əslində necə işləyir? Gəlin bugün pərdə arxasına keçək və kompüterinizi əslində idarə edən o gizli gücü birlikdə kəşf edək. Yaxşı, gəlin birbaşa məsələyə keçək. Baxın, siz düyməni basırsınız, nəsə yazırsınız. Bəs bütün bu əmrləri kim icra eləyir? Hər şeyi kim nizamlayır? Yəni, kompüterinizin içindəki əsl boss kimdir? Cavab əməliyyat sistemidir, qısaca əs. Təsəvvür edin ki, bu, pərdə arxasında bütün işləri idarə edən güclü amma görünməz bir rəhbərdir. Bəli, o, sizinlə kompüterin o mürəkkəb daxili aləmi arasında dayanan əsas vasitəçidir. İndi isə gəlin bu mövzuya biraz da dərindən baş vuraq. Düşünün ki, əməliyyat sistemi sizin rəqəmsal dünyanızın baş memarıdır və ya bəlkə də bir orkestrin dirijoru. Çünki o, hər bir detalın bir-biri ilə ahəng içində mükəmməl işləməsini təmin edir. Baxın, əməliyyat sistemi sözün əsl mənasında hər şeyi idarə edir. Sizin yaddaşınız, prosesorun gücü, bütün o fayllarınız, qoşduğunuz hər bir cihaz, hamısı, amma hamısı onun nəzarətindədir. Məhz əs resursları düzgün bölüşdürür və hər şeyin saat kimi işləməsinə zəmanət verir. Yaxşı, bəs əs bütün bu qarışıqlığın içində hər şeyi necə bu qədər səliqəli saxlaya bilir? Gəlin onun o möhtəşəm təşkilatçılıq planına bir nəzər salaq. Buyurun, tanış olun, fayl sistemi. Bunu necə təsəvvür etmək olar? Deyək ki, bu, sizin rəqəmsal sənədləriniz üçün nəhəng bir kitabxanadır. Və ya bəlkə hər şeyin yerini cızan bir memarlıq planı. Məhz bu sistemin sayəsində S saniyələr içində axtardığınız istənilən faylı tapıb qabağınıza qoyur. Bəs SS bu qədər faylın içində hansının şəkil, hansının mətn olduğunu necə bilir? Cavab, fayl genişlənmələrində gizlidir. Baxın, bu genişlənmələr sanki hər faylın bir soyadı kimidir. Məhz bu soyada baxıb SS başa düşür ki, bu fayl nədir? Şəkilmi, sənədmi, yoxsa bir proqrammı və onu hansı proqramla açmaq lazımdır? Heç düşünmüsünüz, S bu boyda informasiya içində heç nəyi necə olur ki itirmir? Cavab çox sadədir. Hər bir faylın fayl yolu deyilən dəqiq bir ünvanı var. Bunu bir növ GPS koordinatı kimi düşünün. Diskdən başlayır, qovluqdan qovluğa keçir və sizi birbaşa faylın özünə aparır. Mükəmməl dəqiqliklə. İndi isə keçirik ən maraqlı yerə. Gəlin, əməliyyat sisteminin bizə təqdim etdiyi o əsas iş sahəsinə, yəni öz şəxsi idarə etmə mərkəzimizə bir göz ataq. Və budur, iş masası. Sizin komanda mərkəziniz. Kompüterin bütün gücü ilə təmasınız məhz buradan başlayır. Bütün proqramlarınız, vacib fayllarınız, alətləriniz, hər şey əlinizin altındadır. Bu interfeysin 3 əsas qəhrəmanı var. Birincisi, iş masası, sizin əsas fəaliyyət meydanınız. Sonra gəlir tapşırıqlar paneli. O, sizə hazırda hansı proqramların açıq olduğunu göstərir. Və əlbəttə, başlat menyu. Kompüterinizdəki hər bir proqrama və tənzimləməyə açılan əsas qapı. Yaxşı, interfeyslə tanış olduq. İndi gəlin görək bu mühitdə hansı təməl əməliyyatları, yəni o gündəlik işləri necə görə bilərik. Gəlin indi siçanın sağ düyməsinin, yəni sağ klikin seyrini kəşf edək. Fikir verin, əsən nə qədər ağıllıdır. Boş iş masasına sağ klik edəndə sizə bir cür seçimlər təqdim edir, amma hər hansı bir qovluğun üzərinə sağ klik edəndə isə tamamilə fərqli alətlər çıxır. Sanki həmişə sizin nə etmək istədiyinizi təxmin edir. Və təbii ki, ən təməl əməliyyatlardan biri. Kopyala və yapışdır. Proses çox sadədir. Bir obyekti seçirsiniz, onu ya kopyalayırsınız, ya da tamamilə yerini dəyişmək üçün kəsirsiniz. Sonra getmək istədiyiniz yeni yerə keçib, sadəcə yapışdırırsınız. Və salam, bütün bu arxadakı işi sizin üçün bir göz qırpımında həll edir. Bəlkə daha da asan bir yol axtarırsınız. Elə isə sürükləyib buraxma funksiyası tamsizlikdir. Faylları və ya qovluqları bir yerdən o birinə aparmaq üçün heç nə etmək lazım deyil. Sadəcə siçanla tutub çəkin və istədiyiniz yerdə buraxın. Bundan asanı yoxdur. Amma düşünməyin ki, əməliyyat sistemi sadəcə arxa fonda işləyən sərt bir idarəçidir. Xeyr, o həm də sizin öz zövqünüzə uyğunlaşdıra biləcəyiniz tamamilə şəxsi bir məkandır. Gəlin görək, idarə etməni necə öz əlimizə ala bilərik. Bax, bu idarə etmə panelidir. Yəni sizin şəxsi tənzimləmə mərkəziniz. Məhz burada siz əməliyyat sisteminin görünüşünü, səsini, davranışını, bir sözlə hər şeyini dəyişə bilərsiniz. Ekran şəklindən tutmuş, sistem bildirişlərinə qədər hər şeyi öz istəyinizə uyğunlaşdırın. Və sonda, unutmayın, əməliyyat sistemi sizə sadəcə bir platforma yox, çox güclü bir alətlər dəsti verir. O, sizin üçün səhnəni hazırlayır. Əsas sual isə budur. Bu alətlərlə siz nə quracaqsınız, nə yaradacaqsınız?